Salam aleykum, yəni mənəm sizlə, sizi Oля. 13-19 oktyabr həftəsi gəlin görək bürcləri nədir? Baxıb bəyənməyi unutmursunuz. Qoçlarla başlayırıq həftəyə. Ailə ilə, yuva ilə çox məşğul olacağınız, aktiv olacağınız bir həftədir. Ən əsas ata-ana sağlamlığına və bununla bağlı söhbətlərə, temalara xüsusilə fikir verin. Mars və Merkurinin Əqrəbdə sıxıntılı dərəcədə qovuşumu var və buna görə gündəlik həyatınızda, evinizdə ani müəyyən pul xərcləriniz arta bilər. Bu həftənin 5-i, 6-sı bazar günləri, yəni diqqət edin xüsusilə sərtlik, yəni o aralarda biraz qanqaraçılıq ola biləcək. Biraz sakit qalmağa məsləhətdir. Evinizə alacağınız əşyalar, təmir tədqiqat işləriniz ani moment arta bilər, borclana bilərsiniz. Çalışın verə bilməyəcəyiniz borcların altına girməyin və işlə bağlı ani konkret qərarlar, xüsusən güvənmədiyiniz insanlarla heç bir iş görməyin. Ümumiyyətlə konkret qərar verib böyük işlərə, layihələrə başlamaq üçün bu həftənin ilk yarısı uğurlu deyil. Yenə də sakit qalıb, yəni şübhə duyduğunuz işlərə girişməyin. Növbəti bürcümüz buğalardır. Həftəyə qısa yolculuq, səfərlər var. Ticarətlə məşğul olursunuzsa, yeni fikirlərə açıq olacaqsınız. Amma çox aktiv olacağınız həftədir. Marsın Merkuri qovuşumda ikili münasibətlərdə sizə qisas, intiqam hissinizi gücləndirə bilər. Bacı-qardaş mövzularında da sakit durun, şübhəci olmayın. Əkizlər həftəyə çox aktiv, özü pul mövzularından aktiv başlayır. Alacaq-verəcək mövzularınız çox arta bilər və bu sizin gündəlik həyatınıza, rutin işlərinizə də təsir edəcək. Bir də gündəlik həyatınızda diyaloq qurduğunuz insanlara, iş yerində və yaşayış yerində fikir verin. Yanlış anlaşılmalara səbəb olacaq söz-söhbət və xırdaçılığa getməyin. Belə deyim də, mübahisəyə açıq olacaq həftədəsiniz. Həddindən artıq yanlış anlaşıla biləcək sözlərdən qaçın. Belə deyək də, o için intiqam hissiniz, o qisas almaq hissiniz sizin də çox aktivdir. Ev qəzalarına, yıxılmalara, sınma, kəsik, ehtiyatlı olun, sağlığınıza fikir verin. Bəli, kəsik və yanıq hallarınız bu həftə çox ola bilər. Diqqətli olmaqda fayda var. Və xərçənglər həftəyə ən çox həftəyə ümumiyyətlə bu xərçənglərlə başlayırıq. Dəstək sizdədir. Göy qübbəsinin dəstəyi, enerjisi. Mars və Merkuri qovuşumu da sizin eşq, sevgili evinizi tərif edəcək. Şübhələnəcəklər sizdən. Yanlışlarınızı və yaxud da sizə olan güvəni itilməsindən dolayı bu ola bilər. Evli xərçənglər, xüsusən evdə, ev şəraitində söz-söhbətdən uzaq olun. Çöldə mehriban, evdə sərt olmaq lazım deyil. Artıq bu formanı, bu dəyişikliyi eləmək lazımdır. Ani pulla bağlı qərarlardan, şans oyunlarından xərçənglər mümkün qədər uzaq durun. Evli xərçənglər, evdə uşaqlarınızla olan söz-söhbətə səbəb yaratmayın. Zəhərlənmələrə fikir verin. Xüsusən çöl bayır şəraitində qida zəhərlənmələrinə fikir verin. Bir də ki, yaralanmalar ola bilər. Ümumiyyətlə bu həftə yaralanmalara, kəsik, yanıq, bu kimi proseslərdə bütün bürclərdə ehtiyatlı olun. Bir də qisas, intiqam hissiniz, duyğunuz qabara bilər. Və aslanlar həftəyə melanxolik, içinə qapanaq bir mövzular var. Kimlərə görə bu yola davam edeyim, kimlərə görə mən bunları yaşayıram. Bu həftə bu kimi suallar beyninizi qarışdıracaq və heç kimi istəmirəm, özüm tək yaşayıram deyərək maliyyə mövzusuna yönələcəksiniz. Mars-Merkuri qovuşumu sizin ailə evinizdə olduğu üçün ata-ana sağlamlığına, xüsusən də köçmək, təmir, tədqiqat işlərinə fikir verin. Yaşadığınız evində, yəni evdə ani təmir, tədqiqat işləri çıxa bilər. Bəlkə də bu çoxdandan qoyduğunuz yarım-yarımçıq işlərin problemləridir. Bir də ki, bu həftə fonunda çalışın iş yerində və evinizdə yaralayıcı olmayın. Yəni dil, belə deyək, dilə fikir vermək lazım, dilinizin altında qənd qoyun. Və qızlar, həftəyə xəyallarınızı həyata keçirəcəyiniz çox aktiv, çox enerjik var. Bu həftə qız artıq sirkələnib ayağa durmağa və bəzi işləri vaxtında çatdırmağa, yəni həyata keçirməyə, çatdırmağa bacaracaq. Uzaqdan gələn qonaqlarınız, uzaqdan gələn xəbərlər, sürpriz qonaqlar, ora-bura qaçacağınız, onu ora, bunu bura yetişdirmək istəyəcəyiniz həftədir. Tanış olacağınız insanlara fikir verin. Bu insanlar həyatınıza gözəllik gətirə bilər. Amma bəziləri də problem gətirə bilər. Ona görə diqqətli olun, analiz o qabiliyyətinizi işə salın. Yoldakı qəzalar, maşın olanlar xüsusən yolda baş verə biləcək qəzalara fikir versinlər. Maşınınızda nasazlıq varsa həll etmədən yola çıxmayın. Bacı-qardaş mövzularında da sakit olun. Bacı-qardaş, yəni belə deyim, söz-söhbətlərində qəlbə dəyə bilərsiniz. Və bir də münasibətlər evinizdə sanki qaynayır. İnsanlarla olan münasibətlərdə doğru insanları seç, doğru insanlarla həyata davam et. Xeyirli uğurlu olsun. Baxıb bəyənməyi unutmayın.